Salam əziz izləyicilər. Bu gün sizlərlə Lütfüzadə adına məktəblərarası 2-ci məntiq olimpiadasının final mərhələsinə salınmış suallar və onların həlləri ilə məşğul olacağıq. Əvvəlcədən demək istəyirəm ki, hər videoya bir sualın həllinə ayıracağam. 19-cu sual. Hərf qarışığından söz düzəldib mənaca o sözlə uyuşan variantı seçin. Bizə verdiyi hərf qarışığı budur. N, Y, E, Ç, Ə. Bu o deməkdir ki, burada verilən hərflərdən bir söz düzəltməliyik. Düşündükdə görürük ki, bu hərflərdən eynək sözünü düzəltmək olar. E, Y, N, Ə, Ç. Gördüyünüz kimi, buradakı hərflərdən istifadə edərək eynək sözünü düzəltdik. Daha sonra mənaca həmin bu sözlə uyuşan variantı seçməliyik. Eynək sözünə uyuşan variant, eynək sözünün sinonimi gözlükdür. Deməli, düzgün cavab C variantı gözlük. Digər sualların həllərinə videonun digər hissələrindən baxa bilərsiniz. Həmçinin kanalıma daxil olaraq orada bütün sualların bir yerdə olduğu playlisti görə bilərsiniz. Həmin playlist vasitəsilə də bütün videolara dənə-dənə baxa bilərsiniz, bütün sualların izahlarına.